وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə məllə nəbiyyə və dəmmə bəd. Selamu aleykum və rahmetullah və bərəkatuhu. Bəli, biz bugün təzə kitabı oxumağa başlayırıq. O da Səhih Buxaridir. Və Səhih Buxari məşhurdur. Məşhur kitabdır. Quran-ı Kərimdən sonra ən səhih kitab sayılır. Və ən böyük səbəblərindən də Şeyx İmam Buxari rahimehullah məqsədi olub ki, bu səhihi yığanda, cəmləyəndə ancaq səhih hədisləri qeyd eləsin. Ona görə Quran-ı Kərimdən sonra onun kitabı gəlir. Onun toplumu. İndi biz təbii ki, kitaba başlayanda həmişə yaxşı olar ki, iki şey öyrənəyik. Birinci müəllif, ikinci kitab barədə məlumat. Kitaba, hansı kitabı müdaxilə edirsən, daxil olsan, başlayırsan oxumağa. Birinci müəllifi tanı, ikinci də kitabı. Və bugün istəyirəm müəllif barədə biraz qısa danışaq, qısa. Və Məhəmməd ibn İsmaildir. Daha bütün nəslini qeyd eləmirəm. Şərhdə də çalışacaq, çox geniş olmasın, yoxsa illərlə burada dayanacaq. Onsuz da təxminən təkrarla 7000 neçə hədisdir. Təkrar. Amma belə təkrarsız 2000 neçə hədisdir. Lakin o təkrarların özündə də faydalar var. Deməli, İmam Buxari rahimehullah 194-də doğulub hicrətlə. 194. Və vəfatı 256-dır. Yəni, 62 yaşlı dünyasını dəyişib. 62 il yaşayıb. Yəni 194 deyəndə qardaşlar, Məhəmməd ibn İsmail. Məsələn, İsmail atası da alim idi, hədis alimi. Özü məsələn, İmam Əhmədi görsə və başqa böyük alimləri, hədis alimlərini görsə də, atası İmam Maliki görmüşdü. İmam Maliki. Yəni, belə baxanda Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtına yaxın müddət idi. Yəni, arada 3-4 nəfər var. Və İmam Buxari özü tabiinlərdən sonra gələnlərdən rivayət edir. Var Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri, sahabələrdən sonra gəlir tabiinlər, ikinci tərəf, üçüncü hissə isə olar tabiinlərdən sonra gələn tabiinlər. Onlardan rivayət edir. Yəni onları görüb. Və atası, hələ İmam Buxari erkən, hələ dünyasını dəyişmişdi. Yəni qalır anasının boynunda. Təbii ki, bu birinci qardaşlar, biz görürük ki, məsələn, İmam Buxari yetim idi. Şərh eləyən onu da İbn Həcər, o da yetim idi. İbn Həcər Əsqəlani, Fəthül Barəni yazan, o da yetim idi. Yəni, buradan fayda nədir? İnsan yetim qala bilər. Lakin hərdən adam deyir ki, o yetimdir, necə olacaq, necə olacaq, necə olacaq. Qardaş, Allah subhanət hala o anasının bətnini artıq yazmışdır hər şey. O da yetimlər olur, görürsən ki, böyük dahi insanlar olur. Alim olublar. Onu görür ki, Allah subhanət hala özü yönəldir onu. Bax, İmam Buxari. Özü də uşaqlıq vaxtı gözünü itirmişdi. Görmürdü. Anası da ibadət əhli idi. Həmişə dua edir. Bir gün anasının yuxusuna gəlir, İbrahim əleyhissalamı görür, deyir, mən İbrahim əleyhissalama, Allah sənin uşağı, o dualarına görə Allah Teala sənin uşağının gözlərini qaytardı, nurun. Oyanır, görür, Buxari artıq görür, Məhəmməd görür. Yəni, bu həm də göstərir valideynin ibadətdə olmağı, valideynin övlada duası. Yəni, faydalar deyir, arkadaşlar. Elə də kasıb deyildi. Atası biraz ticarətlə məşğul idi. Atası miras qoymuşdu İbrahimə və Buxariyə, Məhəmmədə. Və erkən ikən, hələn balaca ikən, anası artıq bunlara başlayıb diqqət eləməyə. Həcc aparır, onu göstərir ki, baxmayaraq balacadır, aparır ibadətə, həccə. Əhməd qardaşına. Orada Buxarını qoyur,
Əhmədlə qayıdır. Anaya bax ha. Onu göstərir ki, qardaşlar, ana, qadın. Qadın uşağı daha çox təsirləyir. Çünki çox vaxt uşaqla qadın qalır evdə. Ata yox. Atası gedir səhər gedir, axşam qayıdır. Ona görə fikir versən, ananın təsiri çox böyükdir. Yəni, ana uşaqlarını düzgün yönəldə bilər. Nə ki, ana uşaqları təsir, ana hətta kişiyə təsirləyir. Yəni, qadın kişini yüksəldər, Allahın izinə, qadın kişini alçalda bilər. Yəni, qadının burada biz görürük ki, ailədə roli, ailədə yeri, ana necə diqqət eləyir, necə diqqət eləməlidir, necə istifadə eləməlidir analığından, uşaqları düzgün yönətmək üçün. Atadan da çox fikir verirsiniz. Heç Buxarinin atası yox idi. Fikir verirsən, atasının dünyası dəyişmişdi. Ana görürsən. Və belə olub tarixdə alimlər, anaları səbəb olub. Anaları yönəldib, onlar alim olublar. Və elə ki, Məkkəyə qoyur anası, Məkkədə artıq başlayır oxumağa, öyrənməyə. Sonra müəyyən bir yaşa dolandan sonra Məkkədən çıxır, gəlir, çoxlu səfərlər eləyir. Çoxlu səfərlər eləyir və hətta çox ölkələrə gəlir, Bağdada gedir, Bəsrə, Kufə, təzdən qayıdır Mədinəyə, Məkkəyə. İmam Buxarinin, belə baxanda, İmam Buxarinin 1000-dən çox müəllimi olub. 1000-dən. Qabaq hələ idi. 1000-dən çox. Və həmçinin də elmə də başlayanda böyük alimlər şahidlik edirdi. Baxmayaraq, balaca idi, artıq sənədlərdən əzbər bilirdi. Yəni, onlar, məsələn, tutaq ki, 100.000 dənə hədisə əzbər bilirdi, məsələn. O vaxtda bu normal idi. Yəni, adi bir şey idi. Daha ki, bizi kimi yox, ancaq mətni. Sənədlə bilirdilər. Filankəs filankəsdən, filankəs filankəsdən, filankəs... Təbii ki, biz indi elə şəxslərdən danışırıq, indi yoxdur elə adam. Bəlkə 1-2 nəfər tapsaq böyük şeydir. Amma yenə, o insanlar, bu insanlar o vaxt idi. O vaxtı belə insanlar normal idi. Belə, nə ki, bu İmam Buxari, başqaları da var idi belə. Və 16 yaşında artıq, təbii ki, o hafiz və s. onlar adi bir şeydi o vaxtı. Hafiz olmaq və s. uşaqlıqda artıq. 16 yaşında Tarixul Kəbir kitabını yazır. Tarixul Kəbir rical elmindədir. Sənəddə olan şəxslər ki, yoxdur filan kəs, onlardandır. Onların hökmü, onların və s. Hətta ona deyirlər ki, sən qeybət eləyirsən. Bu tanışdırsa söz. Qeybət eləyirsən. Yəni, insanlar bilmir qeybət nədir, qeybət nə vaxt olur, nə vaxt olmur. Ayıra bilmirlər, cahildirlər. Təqsir də kimdədir? O, onların başçılarında. Onlar bu məsələyə aydınlıq yetirməyiblər. Nə vaxt qeybət olur, nə vaxt yox. Çünki şəriət bəzi hallarda icazə verib, o qeybət sayılmır. Necə Nəvavi buyurur? 6 hal var ki, qeybət deyil. Baxmayaraq danışırsan kimlərsə, qeybət deyil. Ona görə İmam Buxari ittiham edirlər ki, sən qeybət edirsən. Tarixul Kəbiri yazanda. 16 yaşında təsəvvürlər. Sonra oturur böyük alimlərin yanında və İshaq ibn Rahavey, böyük alimlərdəndir İshaq ibn Rahavey. Həmçinin də Buxarinin şeyxlərindən biridir. Ne üçün Səhih Buxari indi biz gəlik mövzuya. Səhih Buxari yığmaqda, o hədisləri yığmaqda səbəb. 2 dənə səbəb qeyd olunur. Birinci, İshaq ibn Rahavey böyük şeyxi olur. Deyir, məclisdə oturmuşduq. İshaq ibn Rahavey deyir ki, yaxşı olardı Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərin səhihlərdən yığardınız. Ayrıca kitab şəklində. Bir o səbəb olur, bir də yuxuda görürəm. Yuxuda görürəm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yanıb mən də ondan tozları və s. çırpıram və ya qoymuram nəsə, həşərat nəsə yaxınlaşsın ona.
Və yuxu yozanların yanına gəlirəm, yuxudan başları çıxan. Mənə deyirlər ki, sən Peyğəmbər sallallahu aleyhi ve sellem yalanı uzaqlaşdıracaqsan. Yəni fikir verirsiniz, bu hadisədə 2 dəfə yuxu olur. Həm anası, həm özü. Yuxu hərdən düz ola bilir. Lakin biz bilmirik də, biz sonra bilə bilərik. Amma həmçinin yuxunu yozmaq var. Peyğəmbərlərdən biri yuxu yozan kimi möcüzəsi yuxu yozmaq idi. Möcüzəsi. Yusuf əleyhissalam. Və bizim Peyğəmbər də xoşlayırdı yuxu yozmağı. Ona görə həmişə sübh namazından sonra çevrilərdi, zikirləri edəndən sonra sahabələr deyərdi ki, kim yuxu görür? Hətta bəzi dini bizim hökmlər yuxuda gəlir, bildirilir. Peyğəmbər sallallahu aleyhi ve sellem təsdiqləyib azan. Azanı sahabələr Ömərdir və başqaları yuxuda görürlər axı. Ona görə də yuxunu biz heç mütləq şəkildə inkar eləmirik. Ola bilər düz olsun. Amma indi biz qeybi bilmirik axı biz. Həmçində Peyğəmbər də deyil. Peyğəmbərlər qeybi bilməsə də Cəbrail gəlib deyirdi onlara. Bu düzdür, belədir. Fikir verirsiniz, bu hadisədə də yuxuyu bildirir qabaqcadan. Hətta bizdə də, biz də görürük. Məsələn, birdən yuxuda elə bir şey görürsən, məclis. Sonra o məclisdə olursan, həmən məclisdə. Səndə biraz dayanmaq başlayır. Yəni, keyirsən biraz, bir dəqiqə. Deyirsən ki, mən bunu görmüşəm. Düzdür, utansan deməyi deyəcəklər, başqa cür baxacaqlar, bəzilər ola bilsin. Amma belə şey olub, bunu göstər, qədər yazıb qabaqcına Allah Allah. Sən bu məclisi məsələn olur belə həyatda. Olur, bir desə də adam həyatında görür elə şey. Necə var, hələ də görürsən. Bunu göstər ki, qədər var, yazılır. Və çox dəlillər göstərir ki, qədər qabaqcadan yazılır. Hələ Quran-ı Kərimin özü. Quran-ı Kərim 1-ci Lövh-ül Məhfuza nazil oldu. Sonra 23 il ərzində nazil oldu. O ayələr var idi orada. Bu hadisələr ki, sonra baş verdi, Bədir, Uhud, o ayələr nazil olmaq səbəbləri. Sonra oradan yavaş-yavaş ki, qədərdə yazılıb hər şey. Və biz öyrəndik, əlhəmdülillah, burada səbəb, əsas 2 səbəb idi. Birinci, Buxari Rahimullahın şeyxi və ikinci, yuxusu, o da bir təkan verir ona, səhih hədisləri yığmağa. Özü də deyir ki, 600 min səhih hədisdən seçdim bunları. Bu nəyi göstərir, qardaşlar? Bəzi insanlar elə fikirləşir ki, səhih Buxari, səhih hədislər ancaq Buxaridir. Yox. Səhih hədislər həmçinin Müslimdə var, ki, Buxaridə yoxdur. Abu Davudda da var, Tirmizidə var. Yəni, Buxari şərt qoymayıb ki, bütün səhih hədisləri yığmağa. Buxari şərt qoyub ki, bəzi səhih hədisləri cəm eləməyə, risalədə. O da ne üçün? Nə səbəbə, qardaşlar? Hərdən olur belə alimlər. Məsələn, hər şey yazmırlar. Ne üçün? Kitab böyük olmasın deyə. Kitab böyük olmasın deyə. Və Buxari Rahimullah özü də ibadətdə və s. Yəni, çox zahid insan idi. Təxminən biz dedik 16 yaşında, amma ki, 18 yaşında, daha doğrusu Tarixul Kəbiri 18 yaşında yazır. 18 yaşında, biz 16 dedik. Sonra məsələn, özü deyir ki, o vaxt ki, bildim ki, qeybət haramdır, heç vaxt qeybət eləmədim. Heç vaxt. Yəni, onu göstərir ki, insan necə imandan gəlir, Allahdan qorxan idi. Ehtiyatlı idi, fikir verirdi özünə. Və belə, qardaşlar, yəni, indi ola bilər, dərs əsnasında fayda kimi bəzi şeyləri həyatından qeyd eləyəcək. Lakin, çox uzatmamaq üçün istəyirəm kifayətlənəm. Lakin, həmçinin ibadətdə də hər gün Quran xətm eləyirdi. Hər gün. Gör, adam məşğul idi, sırf ayrılmışdı. Özə Səl Buxariyə cəm eləyəndə o kitabı artıq deyirdi, mən bu kitaba qoyuram bu cəmə. Qüsül alırdı, sonra qeyd edirdi o hədisi. Yəni, insanlar, alimlər görün, fikir verin, belə insanlar olub.
İmam Əhməd Musnədi yazanda, Musnədə neçə min hədisdir orada. İmam Əhməd deyir ki, hər hədisi yazanda gedib əməlləyirdim birinci özüm, sonra gəlib yazırdım. Hicama barədə hədisi qeyd eləmək istəyir Musnəddə, gedir hicam eləyir, sonra gəlir yazır. Yəni, onlar tamam başqa aləmdir də. Biz indi təbii ki, çox uzaqlaşmışıq. Və belə, rahiməhullah, İmam Buxari barədə qısa məlumat. İnşallah, gələn məclisimizdə artıq biraz Səhih Buxaridən danışarıq, kitabın özündən və sonra ən birinci kitab İmam Buxaridə vəhyin başlanmağıdır. Vəhyin başlanmağı. Bədül vahiy. Orada indi danışacaq, orada gətirəcək. Çünki İmam Buxarinin həmçinin əsəri həmçinin fiqhi cəhətdən çox faydalıdır. Yəni, özünüz görəcəksiniz, tərtiblə fiqhi cəhətdən gətirir. Orada hər şey bizə baş salır. Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərindən səhih. Allah İmam Buxariyə rəhmət eləsin. Allah bizə eşit faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.